Sosyal şəbəkələrdə yayılan görüntülərdə iddia olunur ki, Azersun bir qrup işçisi maaşlarını ala bilmədiklərini bildirərək, Bakı-Sumqayıt yolunda Baksol yolu deyilən istiqamətində avtomobillərin hərəkətini qismən məhdudlaşdırıb və etiraz aksiyası keçirib. İşçilərin iddiasına görə, onlar 2 aydır əmək haqlarını ala bilmirlər. Onlar həmçinin bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir nəticə əldə olunmayıb. Qeyd edək ki, bu iddialar etirazçıların sosial şəbəkələrdə səsləndirdiyi məlumatlara əsaslanır. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. Bu qədər uşaq işləyib Dərnəgül Baksol yolunda. 2 ayda millət pulunu ala bilmir. Bu qədər millət. Ya çağırırlar Nizam metrosunun yanına, ya çağırırlar Dərnəgül Baksol yoluna, obyektdə Dərnəgül Baksol yolunda. Millət işləyib, heç kim pulunu ala bilmir. Bunu kimə deməli, kimə müraciət edək, dövlət qurumlarından xahiş edirik, bizə köməklik eləsin. Azərsunun işidir, Azərsun. Dərnəgül böyük yolu, basenlər tikilir. Kimə müraciət eləməliyik bunu? Belə şey olar, cəmaatın başını oynasınlar.